Azerbaycan'da yarın Zafer Günü. Ülke çapında kutlamalar yapılacak. Bakü'deki kutlamalara Cumhurbaşkanı Recep Tayyip Erdoğan ve Pakistan Başbakanı da katılacak. Bakü'ye döneceğiz şimdi. Muhabir arkadaşımız Fatih Avanos konuyla birlikte bizleri bekliyor olacak ve sözü hemen kendilerine bırakıyoruz. Fatih. Yarın 8 Kasım Azerbaycan'ın bayramı, Zafer Günü, Zafer Bayramı ve coşkuyla 2. Karabağ Savaşı, orada elde edilen büyük zafer kutlanacak. Ülkece Azerbaycan halkı devletiyle, milletiyle ve yine iki kardeş devletin liderlerinin de katılacağı bir coşkuyla zaferi kaydedeceğiz, göreceğiz, yaşayacağız ve çok da görkemli bir askeri parat olacak, tören olacak. Orada da Azerbaycan ordusu tüm dünyaya gövde gösterisinde bulunacak. Kendi o savaşa rağmen gelmiş olduğu gücü, kudreti de tüm dünyaya gösterecek. Yanımızda çok kıymetli bir konuğumuz var. Zafer Günü'nü konuşacağız. Büyükelçi Doktor Ferit Şafiyev, Air Center İdare Heyeti'nin başkanı. Efendim yayınımıza hoş geldiniz. Gerçekten mutluyuz, sevinçliyiz, gururluyuz. Nereden nereye diyoruz. Çok güzel günler yaşıyoruz. Yarının Azerbaycan için önemi, jeopolitik anlamda önemi nedir? Oradan da sabah biz yarın Zəfərin 5 illiyini qeyd edirik və bu zəfərin bir sıra çox böyük bir mənası var. Həm siyasi cəhətdən, həm geosiyasi cəhətdən. İlk növbədə bu zəfər göstərdi ki, Azərbaycan xalqının istəyi, birliyi, yəni birliyi bir olaraq bu qələbəyə gəlib çıxmağı və torpaqların deməli azad olunması bu doğrudan da böyük bir qələbədir və bu qələbədə Azərbaycan xalqı öz birliyini göstərmişdi, öz birliyini nümayiş etdirmişdi. Bu 30 il ərzində Azərbaycana böyük təzyiqlər var idi. Batıdan da var idi, şimaldan da var idi, cənubdan da. İstəyirdilər ki, Azərbaycan barışsın, itkilərlə barışsın, mübarizə aparmasın, mücadilə, işğalla barışsın. Amma yəni xalq göstərdi ki, bundan barışmayacaq. Bu birinci məna. İkinci məna, bu savaşda Azərbaycan əskəri öz şücaətini göstərdi. Bu savaşda Azərbaycan-Türk birliyi bir də nümayiş olundu. Siyasi cəhətdən və hərbi cəhətdən də bundan sonra digər ölkələrdə, xüsusən Mərkəzi Asiya ölkələri, Qazaxstanda, Özbəkistanda bu qələbəyə baxaraq, bu zəfərə baxaraq bunlar bundan həvəslənirlər və bunun geosiyasi mənası var. Türk birliyi, Türk dünyası üçün. Yəni Azərbaycan və Türkiyə bir olaraq bu məsələlərdə həm birliyini göstərdi, həm gücünü göstərdi. Ona görə belə deyək, əgər daxili siyasətində bu bizim üçün vacib bir, yəni biz müstəqil olduq 91-ci ildə, amma o zaman biz torpaq bütövlüyünü kaybetdik, yəni itirdik. Bunu biz 2020-ci, 2023-cü ildə bərpa etdik. Bu daxili siyasət üçün mənadır. Xarici siyasət üçün, yəni dış politikası üçün məna ondan ibarətdir ki, Azərbaycan güclü bir dövlətdir və Azərbaycan təkcə region üçün yox, ondan dışarıda, yəni onun kənarda öz təsirini göstərir. Bu təsiri göstərərək ki, Türkiyə ilə bir yerdə hərəkət edir. Burada Mərkəzi Asiyanın da mənası var, burada Yaxın Şərq, Orta Doğu deyən. Yəni burada biz artıq Türkiyə ilə bir sıra addımlar birgə aparırıq. Suriya ilə bağlı və s. Və üçüncü məna bu barış mənası, sülh mənasıdır. Biz qalib gələrkən, torpaq bütövlüyünü deməli bərpa edərkən imkan yaratdıq ki, biz Cənubi Qafqaz regionunda əməkdaşlığı bərpa edək. Bu Ermənistan üçün də imkanlar yaradır. Ermənistan vassal bir dövlət idi. 30 il ərzində onun nə bağımsızlığı var idi, nə normal bir iqtisadiyyatı vardı, ekonomisi vardı. İndi imkan var ki, Ermənistan bir normal dövlət olaraq inkişaf eləsin. Ona görə bu üç mənası, bu zəfərin üç mənası var. Belə deyək. Efendim her şeyi kaydediniz. Yani hem zafer kazanmış gibi ama Azerbaycan
3+3 formülüyle barışı da aslında önceledi. Zaferin hemen ardından artık bir inkişaf, istişare, dayanıklı, sağlam bir işbirliği ortamının da oluşmasını istedi. Artık bir yıl içinde de belki bir mani olmazsa barışı da gözleyebilir miyiz? Bundan sonra bölgede işbirliğini, ekonomik anlamda, siyasi anlamda, komşuluk ilişkileri anlamında daha yakışı günler bizi bekliyor diyebilir miyiz? Bəli, təbii ki, biz istəyirik bütün region üçün bu faydalı olsun. 8 avqust, 8 Temmuz bu il Vaşinqtonda biz bu sülh sazişini paraflamışıq. O deməkdir ki, həm Azərbaycanın, həm Ermənistanın müəyyən dərəcədə öhdəliyi var. Təbii ki, gələn il Ermənistanda seçkilərdir. Bu seçkilərdən bir çox şey asılıdır. Yəni, Ermənistan xalqı bu barışı istəyirmi? Bu barışın davam olunmasını istəyirmi? Belə olan halda əgər seçkilərin nəticəsi olaraq hazırki hakimiyyət deməli qalib gəlsə, o deməkdir ki, biz sülh saziş üçün yaxşı bir şərait yaranır. Təbii ki, bundan əlavə bəzi öhdəliklər var. Ermənistan konstitusiyasını dəyişməlidir və bizim üçün önəmli olan Zəngizur dəhlizidir. Bu Zəngizur dəhlizi ilə bağlı gən də təzyiqlər var, gən də əngəllər var, amma biz bunu təhlil etsək, baxaraq ki, Zəngizur dəhlizi tək Azərbaycan üçün yox, həm Ermənistan üçün, həm bu regionda, böyük Xəzər regionunda olan bütün dövlətlər üçün, o cümlədən İran, Rusiya, təbii ki, Türkiyə, Mərkəzi Asiya ölkələr üçün yeni imkanlar yaradır. Və Azərbaycan təbii ki, sülh istəyir, barış istəyir və sülhün əsasında da daha sonra iqtisadi əməkdaşlıq arzu edir. Efendim çok teşekkür ediyoruz. Biz de öyle umalım. Düşündüğümüz gibi artık bölgede kan, gözyaşı, savaş, muharebe olmasın. Hak da artık yerini buldu. Azerbaycan topraklarını aldı. Bundan sonra emektaşlık, işbirliği görelim umuduyla yarın 8 Kasım tüm şehitlerimizi rahmetle anıyoruz bu uğurda. Azerbaycan'ın süverenliği uğrunda, birliği uğrunda. Dediğimiz gibi yarın da özel yayınlarla TRT Avaz ekranlarında olacağımızı ifade edelim. Başkent Bakü'de son notlar bu şekilde. Sözü yeniden size bırakalım.